Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 19 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. Qəzetimizin 1-ci və 2-ci səhifəsində Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Sibriz İstirahət Mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar başlığı ilə məlumat dərc edilib. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda Sibriz İstirahət Mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar. Aqalarov Development şirkətinin təsisçisi Emin Aqalarov əvvəlcə dövlətimizin başçısına və 1-ci xanıma Sibrizdə istismara verilmiş Park Residence 2 layihəsi barədə məlumat verib. Qəzetimizin 3-cü səhifəsi isə müxtəlif məlumatlara həsr olunub ki, onların başlıqlarını sizə təqdim edirik. Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib. MDB Parlamentlər Assambleyasının iclasında Azərbaycan xalqının faşizm üzərində qələbədə və vətən müharibəsində rolundan danışılıb. Azərbaycanın Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələri komandanını qəbul edib. Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələri komandaları görüşüb. Azərbaycan-Türkiyə münasibətlərinin kökündə sadiqlik, etibar və qarşılıqlı dəstək dayanır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər ediblər başlıqlı yazı isə 4-cü səhifəmizdə yer alıb. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər. Qəzetimizin 5-ci səhifəsində isə Baş Prokuror Milli Aviasiya Akademiyasında rəqəmsal dövr və hüquq, yeni çağırışlar mövzusunda mühazirə oxuyub başlığı ilə yazı dərc edilib. Aprelin 18-də Milli Aviasiya Akademiyasında rəqəmsal dövr və hüquq, yeni çağırışlar mövzusunda mühazirə təşkil olunub. Tədbirdə akademiyanın professor müəllim heyəti, tələbələr, baş prokurorluğun əməkdaşları, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər. 6-cı səhifəmizdə hadisələr kontekstində rubrikasında Avrasiyanın geosiyasi matriksində çoxtərəfli əməkdaşlıq başlıqlı məqalə dərc edilib. İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammitinin bu il Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq siyasi və iqtisadi nüfuzunun yüksək göstəricisidir. Bu geosiyasi düşüncənin strateji nailiyyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uzun müddətli xarici siyasət vizyonunun və çoxvektorlu əməkdaşlıq modelinin konkret təcəssümüdür. 7-ci səhifəmizdəki günün siyasi nəbz rubrikasında isə qeyri-anklav kəndlərimizdə ucalan bayrağımız. Bu, dövlət başçımızın qətiyyətinin, suveren hüquqlarımızın təsdiqidir başlığı ilə yazı dərc edilib. Azərbaycanın son illərdəki uğurları nəinki regionda, beynəlxalq müstəvidə də böyük maraqla izlənir. Bu uğurların əsasında bir həqiqət dayanır. Azərbaycanın müstəqil, güclü, prinsipial və uzaq görən siyasəti. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyətli addımları, dönməz mövqeyi, möhkəm iradəsi sayəsində Azərbaycan yeni tarix yazır. 2024-cü ilin mayın 24-də Qazax rayonunun 30 il işğal altında olan Bağani Sayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana dinc yolla qaytarılması da bu strategiyaların davamıdır. Bu, həm ölkəmizin hüquqi mövqeyinin qəbul edildiyini, həm də gücünün real nəticələr verdiyini göstərir. 8-ci səhifəmizdə də günün siyasi nəbzi tutulub ki, bu hissədə Azərbaycan-Çin münasibətlərinə əsr olunan yazılara yer verilib. Ticarətdən strateji, siyasi müttəfiqliyə aparan İpək yolu başlıqlı məqalənin alt başlıqlarını diqqətinizə çatdırırıq. Diplomatik münasibətlərin qurulmasında Heydər Əliyev amili, siyasi əlaqələri strateji müstəviyə qaldıran rəsmi səfərlər. Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. Bir çox məsələlərdə Çinlə mövqeylərimiz üst-üstə düşür. Hərbi sahədə yeni mərhələ. 9-cu səhifəmizdə isə Gürcüstan-Azərbaycan münasibətləri ilə bağlı müxtəlif yazılar dərc olunub. Bunlardan birini sizə təqdim edirik. Dostluq və əməkdaşlıq bağları. Ötən ilin dekabr ayında Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Mixail Kavelaşvili aprelin 15-16-sında Azərbaycanda rəsmi səfərdə olub. Qeyd edək ki, baş nazir İrakli Kobaxidzedən sonra Gürcüstan prezidenti də ilk rəsmi səfərini ölkəmizə edib. Bu, iki ölkə arasındakı münasibətlərin səmimiyyətindən və dostluğundan xəbər verir. Qəzetimizin 10-cu səhifəsində isə sülh gündəmi və revanşist ritorika arasında paralel kurslar. 2026 seçkiləri öncəsi siyasi cəbhələşmə başlıqlı olduqca maraqlı və əhatəli bir yazı yer alıb.
Ermənistanın siyasi səhnəsində gərginlik yeni fazaya daxil olub. Belə ki, baş nazir Nikol Paşinyanla sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan arasında siyasi qarşıdurma getdikcə daha sərt və sistemli xarakter alır. Gümrüdə keçirilən bələdiyyə seçkiləri bu qarşıdurmanın lokal, lakin simvolik əhəmiyyət kəsb edən nümunəsinə çevrilib. Bir müddət öncə həmin seçkilərdə Paşinyanın liderlik etdiyi Mülki Müqavilə Partiyasının uğursuzluğu, Köçəryanın arxa planda qurduğu strategiyanın və siyasi revanş planlarının ilkin addımı kimi görünür. Əhəmiyyətsiz açıqlamalarda gizlənən təhdid başlıqlı yazı isə 11-ci səhifəmizdə dərc edilib. Hazırda Cənubi Qafqaz yeni bir mərhələnin astanasındadır. Regionda sabitliyin təmin olunması bölgənin inkişafı üçün çox vacibdir. Ermənistan rəhbərliyi isə sülh prosesinə qeyri-ciddi yanaşır. Lakin oyunun pərdə arxası açıq-aşkar görünür. Ermənistan sülh masasına əli silahlı oturmağa cəhd edir. Ərazi iddialarından əl çəkməyən, regionda hərbi balansı dəyişməyə çalışan bu ölkə görünür sülhü yalnız pauza kimi görür. Yeni qarşıdurma üçün nəfəs dərir və ona nəfəs almağa kömək edənlər də var. Hindistan silah verir, Fransa siyasi və hərbi himayədarlıq edir. Ermənistana isə sadəcə zərər çəkmiş obrazını oynamaq qalır. Torpağı vətən, vətəni bütöv edənlər başlığı ilə 12-ci səhifəmizdə şəhidlərimizlə bağlı yazılara həsr edilib. Dəmir atlı qəhrəmanın qardaşı. Müharibənin odundan çıxanların həyat hekayəsi. 1-ci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynov Suraxanda dəfn olunub. Vətəni bizim kimi ər-oğullar qorumalıdır. 1-ci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuqda dəfn olunub. Şəhid Ələsgər Mirzəliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırılıb. İqtisadiyyatla bağlı maraqlı yazılar da 13-cü səhifəmizdə yer alıb. Bu səhifədə Qarabağ bölgəsində 150 minə yaxın iş yeri açılacaq başlıqlı yazı dərc edilib. Əsas məsələ Qarabağa köçürülən insanların məşğulluğunun təmin edilməsidir. 2030-cu ilə qədər Qarabağ bölgəsində 150 minə yaxın iş yeri açılacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 8-də Xankəndidə keçirilən Yeni Dünya Nizamına doğru mövzusunda 7-ci Ada Siyasi Forumunda deyib. İş yerlərinin regionda bərpa və iqtisadiyyatın şaxələndirilməsinə kompleks yanaşmanın bir hissəsi kimi sənayenin geniş spektrini əhatə edəcək. Hökumət dövlət sektorunda, o cümlədən idarəetmə, təhsil və səhiyyə sahələrində 20-25 min nəfəri işə götürməyə planlaşdırır. Mədəniyyət rubrikası isə 14-cü səhifəmizdə yer alıb. Bu rubrikada milli ənənələri yaşadan möhtəşəm tarixi binaların memarı başlığı ilə yazı dərc edilib. 1905-ci il aprelin 19-da Bakı şəhərində dünyaya gələn Mikayıl Hüseynov 1911-ci ildə Bakı Real məktəbinə daxil olub. Azərbaycan memarlığına Mikayıl Hüseynov da öz töhfələrini verib. 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının genişləndirilməsi, 1967-ci ildə istifadəyə verilən Bakı metropoliteninin Nərimanov stansiyası, 1977-ci ildə Moskva mehmanxanası, Azərbaycan Elmlər Akademiyasının mərkəzi kitabxanası onun layihələri əsasında inşa edilib. Mikayıl Hüseynov 250 layihə hazırlayıb ki, onlardan çoxu reallaşıb. Azərbaycan Milli Elmlər Akademiyası 80. Elmə ənənələrə qayıdış başlıqlı yazıda 15-ci səhifədə yer alıb. Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzi artıq 20 ildir ki, Cənub bölgəsində qabaqcıl müəssisə kimi fəaliyyət göstərir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 2025-ci il 18 mart tarixli sərəncamı Respublikamızın bütün elm və təhsil ocaqlarında olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin kollektivi tərəfindən də böyük sevinç və minnətdarlıq duyğuları ilə qarşılanıb. Sərəncamda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı elmi mərkəzdə ardıcıl silsilə tədbirlər həyata keçirilir. Hər zamanki kimi son səhifəmiz də hava haqqında məlumatla yekunlaşır. Beləliklə, bugün də sizə çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.